Bu bayramın bizlərə verdiyi dərslərdən biri fədakarlıqdır. Fədakarlıq başqaları üçün öz istəklərindən, öz rahatlığından və öz canından keçməkdir. Fədakarlığın insanların, cəmiyyətlərin, xalqların inkişafında böyük rolu var. Bunun üçün də insanlar çalışmalıdırlar ki, fərdi həyatlarında, ailələrində, yaşadığı cəmiyyətlərdə fədakarlığı hakim etsinlər. İbrahim əleyhissalamdan bizlərə gəlib çatan qurban kəsmək məsələsi simvolik bir mənanı daşıyır. Əsli isə budur ki, İbrahim əleyhissalam bütün hər bir şeyini Allah üçün qurban etdi. Allah yolunda qurban etdi. Amma bu günləri varlı təbəqənin öz malından ayırıb, qurban kəsərək kasıb təbəqəyə paylamağının özü də fədakarlıqdır. Əgər insanlar qurbanlığın həqiqi mənasını başa düşərək, qurban kəsib paylasalar, digər böyük işlərdə də fədakarlıq etməyə hazır olacaqlar. Hədislərdə buyurulur, ən yaxşı səxavət, isar və fədakarlıqdır.